İkinci cəhd imtahanına hazırlaşan abituriyentlərimizə mənim 3 möhtəşəm tövsiyəm var. Əgər bu tövsiyələrə tam şəkildə əməl etsəz, imtahanınızdan kifayət qədər uğurlu nəticə əldə edə bilərsiniz. Tövsiyəm birinci olaraq budur ki, hər fənn üzrə spesifik, yenidən hazırlanmış bir proqram yaradın və yenidən hazırlanmış bu proqram bir aylıq qısa müddət əhatə etsin. İkinci tövsiyəm isə budur ki, hər fənnə hər gün zaman ayırın. Məsələn, gəlin bu fikri daha da açıqlayım. Məsələn, mən deyirəm ki, hər gün dillə, ədəbiyyatla, tarixlə məşğul olacağam. Məsələn, dilə 2 saat ayıracağam, tarixə 2 saat, ədəbiyyata 2 saat, bəlkə daha çox ayıracağam. Və məsələn, saat 9-dan 11-ə kimi dillə məşğul oluram, 5-dən 7-yə qədər tarixlə məşğul oluram. Bu tipdə hər gün eyni saatda və eyni müddət ərzində fənlərlə məşğul olmağınızı tövsiyə edirəm. Belə olduqda siz bir vərdiş halını almış olursunuz və beyniniz də həmin o prosesə öyrəşmiş olur. Əgər bu iki tövsiyə sizə aydındırsa, gəlin mən sizə üçüncü tövsiyəmi bildirim. Üçüncü tövsiyəm isə budur ki, hər gün ən azı bir tam sınağı bitirmiş olun. Qəbul tipli sınaqları işləyəndə həmin sualların çətinliyini, asanlığını, yəni sualların səviyyəsini görmüş olursunuz. Sizə qaranlıq qalan məqamları da beləliklə birbaşa yolla aydınlaşdırmış olursunuz. Və suallarla da mövzuları öyrənmək mümkündür. Əgər bu tipli tövsiyələrin daha tez-tez paylaşılmasını istəyirsinizsə, sadəcə kanalımıza abunə olmağınız kifayətdir. Növbəti videolarımızda görüşərik.